Nə deyim? Deyim gözəldir, gözəl deyil. Deyim qəşəngdir, qəşəng deyil. Deyim nümunəvi qadındır, nümunəvi qadın deyil. Deyim sinəsi gözəldir, gözəl deyil. Deyim yanları cazibədardır, bu da deyil. Heç birisi deyil. Sadəcə olaraq bu qadınlar bizə nümunə olmayan qadınlardır. Bir neçə ildən sonra dünyaya övlad gətirəcək. Onda özü haqqında yüksək fikirlər söyləyəcək. Ananız belə olub, ananız elə olub, ananız gözəl olub, ananız hamısının fikrini özünə cəlb etməyi bacarıb. Siz də ağıllı olun, məni kimi. Bilmirəm, o övladlar, dünyaya gətirdiyi övladlar bu qadına nə deyəcəklər? Artıq millilikdən danışa bilmirik, artıq mənəviyyatdan danışa bilmirik. Artıq bəzi davranışlar var ki, onu qadınlar etməməlidir. Ətrafa pis təsir bağışlayır. Ətrafa pis deyərdim ki, aurası olur, söz-söhbət yaradır. Nə deyim bu qadınlara? Mən düşünürəm, biz hara gedirik? Biz düşünürük, hamımız düşünürük və mən də düşünürəm. Biz hara gedirik? Biz bu qadınların qarşısını hələ ki ala bilmirik. Onlar düşünür ki, bax bu görkəmdə çox gözəl görünürlər. Arxaları ilə çox gözəl görünürlər. Əzizlərim, görünmürsüz. Almaniyada yaşayan bəzi qadınlar var ki, onlar sizləri müzakirə edir. Türkiyədə yaşayan Azərbaycanlılar var, elə türklər var. Onlar da bizi müzakirə edir. Sizin qadınlarınız özünü niyə bu günə qoyur? Deyirəm, o sualı onlara verin. Deyir, yox Sara xanım, mən sizə verirəm. Biz sizə bu sualı veririk. Siz də bu sualları onlara yönəldin. Özlərini niyə bu günə qoyurlar? Yenə də deyirəm, artıq mənəvi dəyərlərdən danışa bilmirik, mənəvi zənginlikdən danışa bilmirik. Artıq belə daxili, xarici, bizim içərimizdə, üzümüzdə, simamızda, daxilimizdə, ürəyimizdə artıq olan o millilik var ha. Hamısı məhv olub.